Universitetdə yanğın təşvişi, tələbələr təxliyə olundu. Təcili tibbi yardım maşınları çağırmışıq, həkim briqadaları dəvət etmişik və onlar peşəkar şəkildə onlara yardım göstərir. Təmir zamanı belə taxta qalıqları yığılıb və yanğın da elə belə taxta qalıqlarının içərisində qeydə alınıb. Liftin təmiri zamanı başlayan alov binanı cənginə aldı. Qəzalı binada yaşamağa davam. Sakinlərin səbirləri də bu divarlar kimi çat verir. Bir il gözləyək, 2 ay gözləyək, nə qədər? Mən o pulla 30 min mənim üçün sayıb, mən harada ev ala bilərdim? Ölüm saçan məkandan 15 ailə niyə köçürülmür? Bazarlarda ilk gilas göründü, qiymətlər ərşə çatdı. Ləkəli gilas və yaxud da başları bir balaca çatlaq gilasları kilosu 80 manata, 90 manata satılır. Birazdan sonra tökülüb iyilənəcək buralarda. 1 kiloqramı 180 manata satılan nübar meyvələrin alıcısı varmı? Diqqət, sel və daşqınlara görə 85 milyon ayrıldı. Prezident İlham Əliyevdən sərəncam. Məktəblərə qırmızı kart verilməyə başlandı. Bu təcrübə məktəbdə vəziyyətə necə təsir göstərəcək, deyəcəyik. Qaxda isə canavarlar sürüyə hücum çəkdi, qoyunları tələf etdilər. Təfərrüatları birazdan olacaq. Hər vaxtınız xeyir, ARB xəbər izləyirsiniz. Ölkədə, dünyada olub bitənlərin təqdimatı ilə qarşınızdayıq. Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 85 milyon manatdan artıq vəsait ayırıb. Bu barədə dövlət başçısı sərəncam imzalayıb. Sənəddə qeyd olunub ki, mart-aprel ərzində güclü leysan və yaranan sel Bakı və bölgələrə dağıntılara səbəb olub. Kənd təsərrüfatına, infrastruktur obyektlərinə və evlərə ciddi ziyan vurub.